Bir iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Mülki Müdafiə Qərargahı Ağdamda maarifləndirici tədbir təşkil edib. Ağdamda inşa edilmiş Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris kompleksində fövqəladə hadisə zamanı davranış qaydaları və ilkin tibbi yardım mövzusunda keçirilən təlimdə Quzanlı qəsəbə tam orta məktəbi şagirdləri iştirak ediblər. Məktəblilər qəza və yanğınlar zamanı təhlükəsizlik qaydalarına əməl olunması, təxirə salınmaz ilkin tibbi yardım mövzularında maarifləndirilib. Elektrik naqilləri və avadanlıqları, sürpriz minalarla davranış qaydaları, yanğın söndürmə balonlarından, əleyhi qazlardan, əl altında olan digər əşyalardan istifadə, yaraların sarınması və yaralıların təhlükəsiz əraziyə təxliyə qaydaları öyrədilir. Təlimdə həmçinin mülki müdafiə stendi və xilasetmə vasitələri nümayiş etdirilib. Şagirdlər fərdi mühafizə vasitələri ilə tanış olublar. İştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və bukletlər təqdim edilir. Bugün biz onlara burada elektrik cəryanın təsiri altına düşməyin eyniliyi təşkil etdiyi üçün ildırım vurma ilə əlaqədar da məlumatlar verdik. Bütün onları öyrədəndən sonra praktiki cəhətdən bunu tətbiq elədik. Belə tədbirlərin tez-tez keçirilməsi uşaqlarımızın maarifləndirilməsinə xidmət edəcəkdir. Tədbirin ikinci hissəsində müasir 10.04 kilovoltluq şəbəkələrin təlim məşq poligonunda şərti təlim keçirilib. İştirakçılar 10 kilovoltluq kompleks transformator məntəqəsi yaxınlığında şərti qəzanın qarşısını almağa çalışıblar. Bugün mülki müdafiə dərsində öyrəndiyimiz nəzəri bilikləri praktiki cəhətdən möhkəmləndirdik. Biz bugün burada təbii fəlakətlərdən qorunma yollarını öyrəndik. Xüsusilə də elektrik avadanlıqları ilə necə davranmalı olduğumuzu öyrəndik. Biz bugün Ağdam şəhərində mülki müdafiə ilə bağlı keçirilmiş tədbirdə iştirak etdik. Tədbirdə elektrik avadanlıqları ilə necə davranmalı olduğumuzu da öyrəndik. Həqiqətən tədbir hər birimiz üçün çox xoş və əyləncəli keçdi. Bugün bu tədbirdə çox fəal iştirak etdiyim, bu tədbir mənə təbii fəlakətlər zamanı necə davranış qaydalarına riayət etmək lazım olduğunu öyrətdi və arzu edirəm ki, bu tədbirlər Azərbaycanda tez-tez keçirilsin. Sonda təlim iştirakçılarına diplomlar təqdim olunub. Tədbirin yekununda şagirdlər həmyaşıdlarına müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıblar. Ağdam rayonu Quzanlı qəsəbə tam orta məktəbinin şagirdləri Azərbaycan Respublikasında yaşayan həmyaşıdlarımıza müraciət edirik. Fövqəladə hadisələr zamanı həyat və sağlamlığınızı qorumaq üçün mülki müdafiə sahəsində olan davranış qaydalarını öyrənin. Elektrik transformatorlarına və elektrik qurğularına yaxınlaşmayın və toxunmayın. Elektrik direklərlə, kabellərə və naillərə toxunmaq qəti qadağandır. Sülhün rəmzi olan ağ göyərçinləri işğaldan azad olunan Ağdamın səmalarına buraxıblar. Biz yer kürəsində olan uşaqların sülh şəraitində yaşamasını istəyirik. Bu məqsədlə sülh rəmzi olan ağ göyərçinləri səmaya buraxırıq. Azərişıq Açıq Səhmdar Cəmiyyəti Qarabağ və Şərqi Zəngəzurla yanaşı ölkənin bütün regionlarında maarifləndirici tədbirləri davam etdirir.